Bakı sakini çiyələk yedikdən sonra bədənində səpgilər əmələ gəldiyini, daha sonra isə dərisinin soyulmağa başladığını bildirib. Publikaz Xəzər TV-sin adla xəbər verir ki, 27 yaşlı qadının bədənində yaranan səpgilər sonradan suluqlara çevrilərək üz nahiyəsinə qədər yayılıb. Allergiyanın ağır formasına çevrilən yaralar pasiyentin vəziyyətini daha da ağırlaşdırıb. Xəstəxanaya çatdırılan qadına ilkin olaraq toksik allergik dermatit diaqnozu qoyulub. Həkim efrentoloq Ağa İsmailov bildirib ki, pasiyent klinikaya ağırlaşmış vəziyyətdə gətirilib. Onun sözlərinə görə hadisənin səbəbi meyvənin yetişdirilməsi zamanı istifadə olunan gübrələr və ya kimyəvi maddələr ola bilər. Bu səbəbdən meyvələr istehlak edilməzdən əvvəl mütləq yaxşı yuyulmalıdır. Həkim qeyd edib ki, saplağın gilə meyvədən ayrılması da vacibdir. Əks halda bu orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. 27 yaşlı qadının yaxınları isə bildiriblər ki, onun vəziyyəti hazırda qənaətbəxşdir və müalicəsi ev şəraitində davam etdirilir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.